Hər ay Amerikadan İraqa içində 1 milyard dollar nağd pul olan təyyarələr uçur. Global Info xəbər verir ki, bu barədə QZT-nin hazırladığı materialda iddia irəli sürülüb. Bildirilib ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan İraq neft satışından qazandığı gəlirə tam sərbəst şəkildə nəzarət edə bilmir. Stat: İraq neftindən əldə olunan gəlirlər əvvəlcə New Yorkdakı ABŞ Federal Ehtiyat Bankında açılmış hesaba köçürülür. Yəni neft İraqda çıxsa da pul axınının əsas nəzarət mexanizmi Amerikada yerləşir. Bu sistem 2003-cü ildə Amerikanın İraqı işğal etməsindən sonra qurulub. Həmin dövrdə yaradılan İraq İnkişaf Fondu BMT və Amerika prezidenti George Bush administrasiyasının qərarları ilə fəaliyyət göstərməyə başlayıb. Fondun hesabı New York Federal Ehtiyat Bankında açılıb. İddialara görə İraq hökuməti müəllimlərin, hərbçilərin və dövlət qulluqçularının maaşlarını ödəmək üçün belə bu vəsaitlərə çıxışda Amerika maliyyə sistemindən asılı vəziyyətdə qalır. 2020-ci ildə İraq parlamenti Amerika hərbçilərinin ölkədən çıxarılmasını tələb etdikdən sonra Vaşinqtonun Bağdada maliyyə təzyiqi göstərdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Amerika İraqın dollar axınına məhdudiyyət tətbiq edə biləcəyini mesaj kimi çatdırıb. Hazırda da İraqın milyardlarla dollarlıq valyuta ehtiyatının bir hissəsinin Amerika maliyyə sistemində saxlanıldığı qeyd olunur. Bunun tərəfdarları bu mexanizmin İraq iqtisadiyyatını qoruduğunu desələr də, tənqidçilər ölkənin maliyyə suverenliyinin məhdudlaşdırıldığını düşünür. Qısası, neft İraqdadır, amma onun gəlirlərinin əsas maliyyə nəzarət mexanizmi uzun illərdə Amerikaya bağlı sistem üzərindən işləyir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.